Şumerlərin özünə kəngər deməsi ilə türk kəngər boyu arasındakı bənzərliyi deyib bunu qoyaq bir kənara. Və qeyd etdim ki, Şumerlər həmçinin özlərinə Saqqik demişdi ki, və bu Saqqik sözünü dilçilər, tarixçilər sik baş, kik qara mənasında tərcümə edir. Qeyd edim ki, həmin o kik qara mənasında olan söz bizim dilimizdə əslində gecə olaraq hələ də işlənən bir sözdür. Mən Dilin Kökəni adlı bir kitab yazmışam və burada ilk dil ailələri necə yaranıb, ilk səslər, ilk sözlər və iki səsli sözün birləşməsindən yaranan 3-4 səsli söz yuvaları, bundan günümüz dil ailələrinin ayrılması haqqında tam təfsilat vermişəm. Yəni dolayısıyla ağ və qara sözü biri-birinin ziddi olan sözdür və buradakı K hissəsi həm aşağı, həm qara mənasına gəlmişdir və onun 2 dəfə təkrarından olan kaka sözü günümüzdə son cınıncılaşması ilə türk dillərində gecə kimi qalmışdı və Şumer dilində kik hissəsi qaranı bildirir. Lakin mənə elə gəlir ki, buradakı Saqqik sözü qarabaşlar mənasını ifadə etmir. Buradakı sağ sözü türk dillərində hələ də işlənən, sağ əli ifadə edən, sağ cəhəti ifadə edən söz kökü ilə eynidir. Sağ sözü isə əski türk dilində işıq söz kökü ilə eyni olmuşdu. Qədimdə insanlar günəşin doğması mənasına gələn işıq sözündən sağ tərəf, sağlıq, sağlamlıq sözünü formalaşdırmışdı və onun ziddi kimi isə sol, solmaq sözündən isə sol əli bildirən cəhəti formalaşdırmışdı. Yəni dolayısıyla demək ki, buradakı sağ sözü türk dilində olan işıq, sağlıq, güc mənasına gələn sağ sözü və həmçinin güya fars dilinə aid edilən şah sözü ilə eyni kökdür. Və digər hissə olan kik sözü isə artıq qeyd etdiyim kimi Orxan Yenisey yazıtlarında yazılan ökük sözündən başqası deyil. Necə ki, türklər bir müddətdən sonra özlərinə imanlı mənasında ökük türk demişdi, göy türk yox. Bax, buradakı kik hissəsi də imanı bildirən bir sözdür. Və ya ökük türk. Göytürk'te olduğu kimi sak ökük, yani sak Türk boyları ile ökük sözü bir yerde işlenmişti. Ökük Türk, hansı ki günümüzde Göytürk deyirik, Türkiye Türkçesinde Göktürk deyirik, eyniyle sak gök veya ökük Türk. Göytürk'te olduğu kimi sak ökük, yani sak Türk boyları ile ökük sözü bir yerde işlenmişti.